Cruises.azın değerli dostları, müşteriləri, Royal Caribbean Amerikan gəmi şirkətinə ait Legend of the Seas gəmisi, yəni dənizlərin əfsanəsində adi bir gün deyək, bu gəmidə Central Park hissəsidir və buradakı əlbəttə ki bitki örtüsü tamamilə canlıdır, minlərlə və bu şəkil çox gözəl canlı bir ifa. Eğer havuzlardan, kafe restoranlardan orada dincəlmək istəmirsiniz, amma bir canlı musiqi dinləmək istəyirsinizsə, çok güzel, bravo. Ve bu bir canlı ifade. Hamı biri-birine hörmətlə yanaşır. Heç kim bir-birinin işini pozmaq istəmir, mane olmaq istəmir. Və bu gəminin orta bir bölümüdür. Canlı ifanı sizin için. Hakikaten denizin ortasında. Bu sadece insana həzz verir və dincəldir. İl boyuncaki bütün o stresleri, kaygıları, ister iş, ister məişət fərqi yoxdur. Bütün kaygıları sizden alıp aparabilecek saatler, anlar yaşayırsınız Legend of the Seas'te. Diğer videolarda geminin fərqli hissələrini göstermiştim. Burada ise bu şekilde bir canlı musiki ve emin olun ki çok güzel bir şekilde dinceleyebilirsiniz. Bak böyle dostlar.